Söz vermişler ama heç birini də yerinə yetirmədilər. Valla onu demək istəyirəm, körpə uşağımız var, bizə su çəksin, bizə köməklik eləsinlər. Pulumuzu verək, xalq kimi bizim də qapımıza çox çəkilsin. Pulumuzu verək, suyumuz da gəlsin. Ayrı heç nə istəmirik. Hər seçkidə gəlirlər, deyirlər ki, su gələcək, gəlmir. 2-3 dəfə polisə sürdürmüşük maşını, gəlmir. Deyir, gələcək, gəlmir. Gəh deyir, motor xarabdır, gəh deyir, belə deyilədir. Bizim özümüz də gedirik daçka ilə, əl daçkasından su getirik, Kolayır, Qızılacıldan. Niyə onlarda olsun, bizdə olmasın? Getmişik polisə, 2-3 dəfə getmişik böyüyün yanına. Nə içmək suyumuz var? Mən özüm 72 yaşım var. Ürəyimə spiral qoyulub. Mən Ruçinoya gedib Qıraq kənddən su getirirəm, içmək üçün. Yoxdur. Yoldaşım da özümlə yaşıddır, 71 yaşı var. Qonşu bana su getirir, 10 litr ya 5 litr. İmkan yoxdur. Pensiyayla da dolanan adamıq. Pensiyi də kommunalliyan verək. Su gətirən 80 manat istəyir 3 gündə, 4 gündə söz verir, maşın ya maşını qırıq olur, ya nə olur, gətirə bilmirik. Ala bilmirik daha doğrusu.